شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس. شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان. وبينات من الهدى والفرقان. İbadətdə usul köp, fəzilətə bay bolğan, məğfirət həm bərəkət, rəhmətlərə liq tolğan, cənnətlər kən içilib, dozaq məhkəm taqilib, yetib gəldi bizlərə xoş mübarək Ramazan. Əûzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. وآية لهم الأرض الميتة أحييناها وأخرجنا منها حبا فمنه يأكلون وجعلنا فيها جنات من نخيل وأعناب وفجرنا فيها من العيون ليأكلوا من ثمره وما عملته أيديهم أفلا يشكرون. صدق الله العظيم. Hər qandaq kişi və heyran qalarlıq intizam tərtib üstüdə mütəəssiflik və tərsallıqdan xali halda nəzər salan bolsa, bunların hər qismi öz zikidin peyda bolmağanlığını bilmək qalmaydı. Bunun da bir hikmətli planla uçq hərəkət qılıbatqanlığını, zimin, su, hava ösümlüklərinin öz ara münasibətləri və aşı ösümlüklər bilən insanların, şundaqla hayvanların ihtiyac münasibətlərinin şunca nazuq, inçikə bağlanışda qılıb orunlaşdırılğanlığını körüb itələydi. Hər qandaq bir normal aql egisi bundaq həmmini öz qoynuğa alğan münasibətlərinin təsadüfi birər hadisənin nəticəsində öz zikidin peyda bulub qılışı qəti təsəvvürə sığdıra almaydı. Bu həqiqət ki, bu tərtiblər zimin, asman, quyaş, hava, su, ösümlük, hayvan insanların yaratıcısı və pərvardigar bolğan bir Allah'ın orunlaşdırış bilənlə vücudğa gəlgən. Bundaq həmmini öz işigə alğan, həmmigi bağlanışlıq, hikmətlik münasibətlə bərpa bulalışını və milyonluğun yıllargıca bir məxsus qayda tərtiblərin davamlaşıb gəlişini qandaqmı təsəvvür qılıb olsun. Quran-ı Kerimdən qalbidəb asalğan surə qaysı surə? Qini ekran altındakı savaqdaşlarımızın kim ən tez və ən doğru cavab verər idi?